Ya Allah, selamun aleyküm ve rahmetullah. Hal-hazırda İmam Rıza Aleyhisselamın hərəmindəyəm. Zərihin kənarındayım. Yəni, əhl-i sünnə qardaşlarımız gəlib İmam Rıza Aleyhisselamı, İmam Hüseyni, Əmir Əl-Muminin Əli Aleyhisselamı ziyarət edirlər. Bununla bağlı yüzlərlə, minlərlə video və şəkillər mövcuddur. Amma Vahabilərdən bir nəfər alimi belə görə bilməzsiniz ki, gəlib ziyarət eləsin. Necə olur Vahabilər gedib Əbu Bəkr, Ömərə salam verirlər, ziyarət edirlər, amma bununla yanaşı İmam Hüseyin Aleyhisselamı, Əmir Əl-Mumini sahabə bilirlər. Peyğəmbər sallallahu aleyhi və səlləmin ən yaxını bilirlər. Amma ziyarət eləmirlər, salam vermirlər. Əbu Bakra və Ömərə Allah hər ikisindən razı olsun salam verəcəyik. Ziyarətinə gəlmirlər. Burada paradoks var. Burada ziddiyyət var və burada qərəz var. Qərəzli şəkildə bunu edirlər. Deməli biz Bəqi qəbirstanlığındayıq. İmam Həsən, İmam Səccad, İmam Muhammed Baqir, İmam Cəfər Sadiqin qəbirləri oradadır. Orada şirk qoymurlar bizi. Gəlmişik burada, özləri isə beləncəsini qalıb qəbrin üstündə dua edirlər. Yəni özlərinə olar, məsum imamların qəbrini ziyarət etmək olmaz. Və buna olar, əllərini açıb qəbrin üstündə dua edir. Bu şirkdir. Amma biz dua eləsək şirk olur. Və Bəqi qəbirstanlığında da gördüyünüz kimi bunu müşahidə edə bilərsiniz. 4 imamın qəbrinə belə deyək, ziyarətinə icazə yoxdur, amma o səhabələrin digər qəbirlərə icazə var. Yəni bunların iç üzü bəlli olur bundan. Və İmam Rıza Aleyhisselamı biz vasitəçi bilirik və o məqamı, şəfaət məqamını, hacətləri ki qəbul edir, Allah ona verib. Allah Əhl-i Aleyhisselama o nuru, o mənəviyyatı verib. Və onlar bu məqamı çatıblar. Və heç kim də İmam Rıza Aleyhisselamı Allah bilmir. Allahın bir dostu, yaxını, imamı seçdiyi yer üzərində rəhbər bilir. Və o rəhbər də yer üzərində bəzi, belə deyək də, xüsusiyyətləri var ki, cəmaata əl tutsun, cəmaatın yanında olsun, Əhl-i Beyt Aleyhisselamın tərəfdarlarına əl tutsun. Onlardan biri də kimdir? İmam Rıza Aleyhisselamdır. Allah sizin özünüzə bu gözəl ziyarəti nəsib eləsin. Allah'a emanet olun.